Bu işin adına təfəkkür də deyilir, mühasibə də deyilir, insanın oturub özünün özü ilə danışmasına, hesab kitab eləməsinə. Hətta hədislər bizə özümüzlə necə danışmağı da başa salır. Deyir, belədir, elədir, özünə bu sözləridir. Özün özünlə danış, gör nə deyir sənə, özün özvə nə deyirsən, özün sual ver, özün cavab ver. Yəni, nəfsün sözünün canını eşitdin, sözünün canı nədir, ay nəfs? Nədir istəyin? Polisdə, prokurorluqda görsən aparırlar insanı, cinayətkarı tuturlar. İstintaq zamanı neynirlər? Müttəhimi sorğu-suala tuturlar. Soruşurlar müttəhimdən ki, etiraf eləsin, ki, günahlarını boynuna alsın, açsın, desin. Bu şəkildə davranırlar. Mahir müstəntiq hansı müstəntiqdir? O müstəntiq ki, yaxşı danışdıra bilir, sözü ala bilir, sözü aça bilir, üzə çıxarda bilir. Hədislərdə var, bax, elə danış özündən, elə bil müttəhimlə danışırsan və deyirsən, aç sözvü, sirrüvü aç. Niyə görə? Bundan nə nəticə alırıq? Deməli, bu nəfs özünü gizlədir də, özünü gizlədir ki, onunla bu şəkildə davranmaq lazımdır. Deməli, adam özünü özündən gizlədə bilir, bəli. Adam özünü özündən gizlədir. Adam özünü özündən gizlədir və onu aşkar eləmək üçün dilə gətirmək, danışdırmaq, istintaq açmaq lazımdır. Sən demə, adam özündən gizlədir və bilmir, özündən xəbərsiz olur. Bu xüsusiyyət insanda var. Sözü çıxartmaq lazımdır. Gizli hissəni üzə çıxartmaq lazımdır. Ona görə özündən danışmaq lazımdır. Danışmasan, gizlənəcək. Özün özündən gizli qalacaqsan və bu çox qorxulu haldır. Biz dünyaya gəlmişik özümüzü kəşf eləmək üçün. Bizim dünyada bundan başqa işimiz yoxdur. Biz özümüzü kəşf eləməyə gəlmişik. Özümüzü tapmağa gəlmişik. Bizə lazım olan hər şey bizim içimizdədir. Allahı təbiətdə yox, içində axtar, ruhunda axtar. O yolu get. Allaha doğru gedən yol içə doğru gedən yoldur. İçdə, sırat-ı müstəqim içə yönəlmədi, daxilə yönəlmədi. Özün özündən nəyi gizlətdinsə, o gizlətdiklərin başı oynasacaq. Nəyi gizlətdinsə başı oynasacaq. Özünlə gərək şəffaf olasan. Nə qədər özündən gizlisənsə, bir o qədər başına dərd asacaq o gizli hissə. Bilmirəm, nəyə görəsə, çoxumuz özümüzlə söhbət eləmirik, özümüzlə danışmırıq. Müxtəlif misallar çəkdik. Sıçan necə gedir, gizlənir evin dərmədeşiyində, ruhun da dərin qatları var ki, pis xüsusiyyətlərimiz qaçıb orada gizlənir, özümüzün xəbəri olmur və sonra gizli qaldısa, o mütləq sənin başı oynasacaq, onu üzə çıxartmaq lazımdır. Bununla məşğul olmasan, başına iş açacaq, ya dünyada, ya axirətdə, hər ikisində. Hər ikisində. Həzrət Əli əleyhissalamdan soruşdular ki, özümüzlə necə danışaq, özümüzü necə hesaba çəkək, yolunu da bizə deyin. Buyurdu, İza əsbəhə thumma əmsi rəca'a ilə nəfsi. Deyir elə ki, gün keçdi, gün qutardı, insan öz nəfsinə müraciət eləsin. Və qal və desin,
Ya nəfs, İnnə həzə yevmun məzə aleyk. Desin ki, ey nəfs, bir gündə keçdi. Sənin ömrün bir günü də keçdi. Lə yəudu ileykə əbəda. Bugün keçdi də bir də heç zaman qayıtmayacaq. Bugün ayın neçəsidir? Bugünkü gün avqustun neçəsidir? 4'ü. 2022-ci ilin avqustun 4'ü getdi, qayıtmayacaq. Heç vaxt qayıtmayacaq. Gün gələcək səhəri gün, əgər gəlsə hələ. Amma bugün də qayıtmayacaq. Milyonları verəsən qayıtmayacaq. Getdi həmişəlik. Hər gün, hər gecə səni həmişəlik tərk eləyir. Bir vərəq ömründən gedir. Qaytarmaq istəsən mümkün deyil. Bağlanır. Getdikcə bağlanır. Deyir, özvə dinən ki, bugün də keçdi və bir daha qayıtmayacaq. Özün üçün minbərə çıx. Çalışın ki, özünüzə vaizənli nəfsi, yəni özünüzün xətibi olun, vaizi olun. Özünüzün minbərində oturun. Yaxşı deyil insan həmişə kiminsə minbərində otursun. Özünə minbər qursun qəlbində, özünə qulaq assın. Özü ilə danışsın. Özünü moizə eləsin. Ümumiyyətlə, hər şey həmişə kənardan olmamalıdır. Dualara ancaq cəmlə gedək, ibadətləri bir yerdə eləyək. Bu düzgün deyil. Hərdən bir xəlvətdə bir dua açaq oxuyaq, özümüzlə qalanda. Deyir, hətta məsələn, bəzi vaxtlarda olar ki, açasan İmam Hüseynin müsibətini özün üçün oxuyub bir qəmlənəsən. Bir misra, 2 misra İmam Hüseynindən oxuyasan, özün üçün qəmlənəsən. Öyrəşmə həmişə səni kənardan təşviq eləsinlər. Haya küyə düşəsən həmişə. İmam Sadiq əleyhissalam səhabəsinə dedi ki, heç tək olanda Hüseyni yad eləyirsən, cəddim İmam Hüseyni. Dedi ki, bəli, yad eləyirəm. Dedi, onun müsibətlərini, xırdalıqlarına can yadva salırsan? Dedi, bəli. Dedi, heç ağlayırsan da? Dedi, bəli. Ağa, o qədər ağlayıram ki, hamı evdə xəbərdar olur halımdan. Bu qədər ki, imam soruşur, deməli, nəsə mühüm məsələ var da bu İmam Hüseynə yanmaqda. Belə məsələ deyil. Deyir, tək oturanda da yadva düşür, təfərrüatı ilə yadva düşür, yanır ürəyin, bunlar. Deməli, burada nəsə var. Nəsə var bu göz yaşında, bu yanmaqda ki, imam bu qədər təkidlə soruşur. Mövzudan uzaqlaşmayaq. Əleyhissalam deyir, danış özündən, nəfsündən. Deyir, bugün keçdi, daha geri qayıtmayacaq. Vallah sailükə anhu fīmā əfnəyt. Allah da səndən bugün haqqında soruşacaq. Deyəcək ki, necə keçirdin bugünü? Bugünü necə keçirdin? Fəməlləzi amilti fī. Nə etdin bugün? Nə işlər gördün? Əzəkərtillah əm hamiddi. Nəfs, ərəb dilində müənnəsdir deyən qadın cinsində deyə burada bu şəkildə deyilir. Kəsrə ilə. Allahı yad elədin bugün. Allaha şükür elədin bugün. Özündən bunları sorur. Denəm, bugün keçdi Allah nə qədər yadındaydı bugün? Allaha nə qədər şükür elədin bugünə görə? Əqəzəyti haqqə əxil mümin. Mömin qardaşın bir haqqını yerinə yetirdin bugün. Mömin qardaşın ürəyindən qəmi uzaqlaşdırdın bugün. Hansı mömin adamı şad elədin bugün? Bunları soruş özündən. Təsəvvür eləyin, hər gün adam bunları özündən soruşsa, hər gün. Ərəbcəsini demirəm, vaxt aparmamaq üçün. Deyib, bir qardaşın özü olmayan yerdə xidmət elədin, ailəsinə lazım idinsə, kömək elədin. Bunların hamısını soruş, gör nəfs nə deyir sənə. Bir də gördün, nəfslə danışanda başladı etiraz eləmək, əl çəkməndən, içində özünlə başladın dava eləməyə. Yox, sən əl çəkmə, yapış yaxasından əl çəkmə. Denən ki, danışmalısan, cavab verməlisən mənə.
oğrunu tutub gətirəndə necə eləyirlər, elə danış. O istəyəcək əlindən çıxsın, gəşi bezdim, əl çəkmə ondan. Dünyadan köçən qardaşların haqqında deyil, soruş, əleyhissalam, gör nələrdir. Onlar barədə bir şey elədin, bir salavat göndərdin, dünyadan köçmüşdülər. Neçə nəfər adam keçən il Məhərrəmdə buradaydı, bu il yoxdur. İkisini mən tanıyıram. Ki, dünyasını dəyişiblər. Və burada otururdular qarşımızda, gözümüzün qabağında. Allah onlara rəhmət eləsin, bütün dünyadan köçənlərə. Soruş nəfsündən ki, dünyadan köçənləri yad elədin. Ondan sonra deyir ki, mömin qardaşın qeybətin eləyəndə qabağını aldın. Biz qeybət niyə geniş yayılır? Çünki heç kəs əlindən tutub saxlamır ki, ay bala, danışma. Heç kəs özünü pis eləmək istəmir. Birinin sözünü danışanda dinən ki, danışma. Demirəm qışqır üstünə, dinən danışma. Pis adam deyil, yaxşı cəhətləri də var. Bir-birimizə belə mane olsa, təsdiqləyən olmasa danışan da olmaz. Çoxumuz təsdiqləyirik ki, nəyə görə özümü pis eləyimi bunun yanında. Amma Allah bək tutur. Deyir, sən də şərik oldun onun danışdığına. Qiyamət günü sən də ondan eyni adamsan. Niyə görə sözünü dəyişmədin? Ondan sonra soruş deyir nəfsündən, bir müsəlmana kömək elədin, neynədin kim üçünsə? Sən yaşayırsan, bir adam faydalandı səndən, sənin varlığın cəmiyyətdə hiss olunur ki, sən birinə bir xeyrin çatır, özündən soruş. Bir xeyir dəydi səndən kiməsə, imkanın var imkanınla, sözün var sözündən, gülər üzündən, hansısa şəkildə. Bu suallar verəndə çox şey üzə çıxır, bilirsiniz, çox şey. Niyə görə kömək eləmədin, niyə görə düşünmədin, niyə görə qeybətin qabağını almadın? Bir də görəcəksən, arxasında bir xüsusiyyət yatıb, xislət yatıb ki, niyə mənə mane olur ki, mən qeybətin qabağını alım? Onun içində ola bilər, başqa adamın fikri ilə hesablaşmaq olsun, şöhrətpərəstliyi olsun, məqampərəstliyi olsun, yaltaqlıq olsun, 100 cür şey altından çıxa bilər. Soruş özündən, nəfsün sənə müsbət cavab versə ki, bəli, bunları elədim özün özvə. Şükür elə Allaha ki, nə yaxşı ki, bunları elədim bugün. Əgər yox, desə ki, yox, eləmədim, istiğfar elə, üzr istə Allahdan, tövbə elə, hər gecə. Otur, soruş özündən ki, filan işi gördün, niyyətin nə idi? Çox şeylər var niyyətdə. Otur xırdala günün ərzində bütün elədikləri ki, bax bunu nə niyyətlə elədin, onu nə niyyətlə elədin. Özüvə dinən bugün elə biraz qəmliydin. Nə olmuşdu, nə dərdin var, nə azların var? Niyə görə belə qəmlisən? Bir də görərsən, səbəb bu ola bilər ki, təkəbbürdür. Hansısa bir məclisdə mən gözlədiyim hörməti eləməyiblər mənə, qanım qaralıb. Görərsən, bu qəmin altından təkəbbür çıxdı. Yaxud da araşdırarsan, görərsən ki, qəmin arxasından həsəd çıxdı. Kiminsə uğuru var idi, bugün o uğur məni qəmləndirir. Var da çoxumuzda belə şeylər. Birini uğurlu görmüşəm, birini tərifləyiblər, onun qəmidir. Yaxud da filan istəyim olmayıb, filan şey istəyirdim, olmayıb. Ona görə qəmlisən. Dünən olmayıb olmasın da, bütün istəklərin olmalıdır. Bəzilərdə olmasın. Bu qədər sənə neymət verilib, neynəmsən ki, birini də artırmaq istəyirdin. Hələ sən bir neymətlərvi say, nələrin var. Niyə qəmlənirsən ki? Niyə kədərlənirsən? Özünü borclu çıxart. Qoy, üzdə olmasın nəfsün, üz vermə ona. Borclu qalsın həmişə. Üz versən, üzdülük eləyəcək, evi yıxacaq. Yaxud soruş özündən, bugün kədərliydin filan yerdə. Tənqid ediblər, lap yaxşı. Yaxşıdır ki, sənə tənqid ediblər. Sən nə iddiadasan ki, səndə eyb yoxdur ki, biri tənqid eləyəndə əsəbləşirsən. Haqsız deyib, baxı, qoy haqsız desin. Nə olacaq ki, zərin töküləcək, haqsız desinlər.
Haqsız danışan cavab verəcək heç. Bütün haqsız danışanlar bir gün cavab verəcək. Haqsız danışıb keçmiyor. Amma sən ürəyivə götürmə. Elə bil 2 nəfərsən, oturmuşsan, əməlli başlı sürü. Bu dəlililik deyil, deyəsən bu dəli olub öz-özünə danışır. Onsuz da biz gündə öz-özümüzlə danışırıq, hamımız hər an. Amma baxır, nə danışırıq? Adam hər gün otursun, elə bil 2 nəfərdir. Əl çəkmə özündən, əl çəkmə, get. Məsələn, qəmlə danışırıqsa, niyə kədərlisən gəmlərin batıb sənin elə bil? Mən maşın istəyirəm, maşınım olsun. Yox, dinən niyə görə kədərliyəm? Yox, maşınım olsun da buna görə, əl çəkmə. Dinən ki, maşını nə üçün istəyirsən sən? Maşını nə üçün istəyərlər? Rahatlıq üçün, rahat olmaq üçün. Birdən rahatlığın maşınsız olsa necə? Maşının olmadan rahat olsun. Onda necə? Quran deyir ki, maşın rahat eləməyəcək səni. Əla bi zikrillah tətməinnül qulub. Demə maşın istəyirəm, denən rahatlıq istəyirəm. Maşın da Allah qismət eləsin. Paxıl deyil, Allah burada oturanların hamısına maşın qismət eləsin. Amin. Allah nəsib eləsin, Allah qismət eləsin. O məsələ deyil. Amma rahatlığı niyə buna bağlayırsan? Niyə görə buna bağlayırsan? Rahatlığın maşın istəyinə yapış nəfsindən get gör sözü nə daxır sözü. Ola bilər rahatlıq, ola bilər rahatlıq olmasın. Onun altında bir şöhrət istəyi olsun. Şan şöhrət istəyi. Filan kəsin filan maşını var. Məhəllədə danışsın cəmaat. Mən təzdən nəfsüvə sual verir. Birdən maşın olmadan daha böyük şöhrət versələr sənə necə? Şan şöhrət. Göylərdə məşhur olmaq istəyirsən, göylərdə məşhur olasan. Mələklər göydə desin, filan kəs gəlir, başva dolansın. Var belə adamlar. Əbuzər haqqında Peyğəmbər buyurur ki, Əbuzəri göydə yerdən yaxşı tanıyırlar. Yerdə heç onu sayan yox idi, tək yaşayırdı. Yerdə Əbuzəri sayan yox idi. Əbuzər sürgündə yaşayırdı, tək. Amma deyirdi, göylərdən mələklər ehtiram eləyir ona. Şan şöhrət istəyirsən, beləsin istə. Nəfsünlə belə danış. Bu şəkildə danış. 100 nəfər alqışlasın məni. Doyacaqsan. 100 nəfərin alqışı lazımdır sənə həyatda. Bu 100 nəfər buradan alqışlayıb, sonra gedir öz həyat yoldaşının yanına, övladının yanına, yaddan çıxırsan, sən. Amma mələklər səni alqışlayanda, cənnət sənin arzunda olur. Allah deyir, xoş gəlmisən qiyamətdə. Bax, danışanda gedib görsən ki, sən demə, mən ancaq Allah istəyirəmmiş. Bax, bu nəticəyə gəlirsən. Rahatlıq istəyirəmsə Allah istəyirəm, ləzzət istəyirəm Allah istəyirəm, şöhrət istəyirəm Allah istəyirəm. Beləcə də gizli müsbət hissiyön üzə çıxır. Mən içimdə sən demə Allah istəyirəmmiş, gizli də özümdən. Bax belə, suallarla gedib çıxırsan o məğzə, onu üzə çıxardırsan. Denən sənə 1000 adam əl çalsa, 10.000 adam əl çalsa, 100.000 adam əl çalsa, amma İmam Zaman səni görəndə üzün çevirsə, hansı yaxşıdır sən üçün? Bu sualı özünə verir. Buna vaxt qoyun, vaxt ayırın, bunu danışmasan xarab olacaqsan. Əhl-i Beyt buyurur ki, hər kim hər gün bunu eləməsə bizdən deyil, özünü bizə aid eləməsin. Hər gün eləməsə. Qəlbin pis sözlərini çıxart, yaxşı hissəsini çıxart, içində yaxşı da var, pis də var, ikisi də gizli qala bilir, üzə çıxart. Bir nəfər varmış, deyirmiş ki, mən İmam Zamanı istəyirəm. Bütün günü deyirmiş, ağa, mən səni görmək istəyirəm. Var da belə adamlar, yaxşıdır adam istəyər. Yapışıb ki, mən səni görmək istəyirəm. Orada namaz qılır, burada dua eləyir, ora gedir, bura gedir. Axır neçə müddətdən sonra İmam Zaman yatır, görür ki, İmam Zaman zuhur eləyib. İmam buna deyir ki, gəl. Deyir, nə yaxşı, mən səni axtarırdım. İmam deyir, sənin evin var, o evin haram qarışıb o evə. Onun puluna sat evi,
Cəmaatın haqqını qaytar. O qalır belə. Ondan sonra deyim, malında filan qədər xıms var, onu çıxart verir. Dedikcə imam, nauzubillah, əstəğfirullah, bu yuxudan büs necə ayılır? Qışqırır ki, oğru gəlib deyir, ayılır. İmam Zamanın timsalında oğru görür, kim onun malını əlindən alır, nəyin əlindən alır. Nəyin nəticəsidir? Özünü hesaba çəkmədən imam gözləmək. Özü hesaba çək, özü təmizdə imam gələcək. Dalıca qaçmaq da lazım deyil. Niyə deyirlər bizə vəsiyyət yazın? Vəsiyyət yazmaqdan heç kəs qorxmasın. Vəsiyyət yazanda adam ölmür. Əksinə deyirlər, ömür uzanır. Amma vəsiyyət niyə yazırsan? Vəsiyyət yazanda sən yadva salsan ki, mən son nəfəsimdə mənim üçün mühüm olanlar nə olacaq? İndidən onu zehnindən keçirdirsən. Vəsiyyət adamı təmizləyir, istəklərini tənzimləyir. Bir alimin vəsiyyətində görmüşdüm, biri nəql eləyirdi ondan daha doğrusu. Deyir, vəsiyyətində açdıq deyir oxumağa, dedi ki, Allah özün şahidsən, özümü tanıyan gündən, özümü tanıyandan, bu dünyada qalıb qalmamaq mənim üçün heç fərq eləməyib. Burada olacam, yek dünyadan köçəcəm. Təsəvvür eləyin, insanlar var da, yəni mənim üçün fərqi yoxdur. Özü də Allah'a şahid gətirir ki, mən qalacam ya qalmayacam, bugün öləcəm ya sabah, özün deyir şahidsən buna. Vəsiyyət və belə də düz sözlər adam yazır. Buyurur ki, mən hasəbə nəfsəhu rəbihə. Kim özünü hesaba çəkdi, qazandı. Qazandı, utdu. Və mən qəfəl xəsirə. Kim özünü hesaba çəkmədi, ziyan elədi. Axı, mən bir iş görməmişəm. Necə qazandım? Mən sadəcə tapmışam eyiblərimi, deyir, az iş görməmsən. Az iş görməmsən. Mən ancaq bildim, mənim bu xəstəliklərim var. Din deyir ki, bəsdir bu sənə, qazandın. Bunu bilmək, check-updır da, check-up dillərə gedir, özü check-up elə, müayinə elə, müayinədir. Dərdi tapmaq müalicənin əsasıdır. Dərdi nə qədər tez tapson, müalicəsi, həkim deyir, vay, keçirtmişsən sən, neçə ildir gərək, kaş əvvəldə gələrdin. Biz də keçirdirik mənəvi xəstəliklərimizi. Deyir ki, anlayanda ki, məndə təkəbbür var, anlayan kimi azalır o. O belə bir mexanizm var. Başa düşən kimi azalır. Bilsin, niyə? Nə qədər olmasan narahat olursan axı. O narahatlıqdan xoş gəlir, Allahın azaldır. Başa düşürsünüz? Sən ki, deyirsən, məndə təkəbbür var. Bu müşahiət olunur nə ilə? Müşahiət olunur narahatlıqla. Mən narahat oldum. Çünki niyə məndə bu var? Niyə məndə bu var artıq kifayətdir ki, o pis xüsusiyyət səndə azalsın. Yaxşılıqlar da tapırsan, sən demə, məndə tapdım, bugün filan yaxşı xüsusiyyət varmış. Ona da deyirsən, şükür ay Allah, məndə bu var, onda da artır. Ləin şəkərtum, ləəzidənnəkum. Quran buyurur, şükür eləsəz, artırarıq. Özümüzdən xəbərimiz olsun, deyir, özündən xəbərsiz adamdır. Buyurur ki, mən hasəbə nəfsəhu vəqəfə alə uyubih. Bu hədislər gözəl hədislər. Deyir, kim özünü hesaba çəksə, eyiblərindən xəbərdar olar. Və əhatə bizunubi və günahlarına əhatəsi olar. Yəni, günahları ovcunun içində olar. Ondan sonra nəticə nədir? Və istəqəllə zunub və əsləhəl uyub. Bu deyir, bəsdir ki, günahları azalar və eyibləri islah olar. Sən demə, biz niyə əziyyət çəkirik? Deyirik, neyinimi mən, neyinimi yox, biz nəyə görə? Sən hər gün özü hesaba çəkməyə zəhmət çəkmirsən deyə, eyiblərimiz sən demə, bilməyim kifayətdir. Gündə, hər gün amma. Hər gün biraz fokuslan, mən paxılam, mən paxıl adamam, mən paxıl olmaq istəmirəm. İstəmirəm, heç kəs də deməsin, məndə paxıllıq yoxdur. Deyirəm sənə, cənnətə gedənəcən gəlir, qalır, səndən desə, məndə paxıllıq yoxdur. Az çox var. Bunun narahatçılığı ki, gəlir, o paxıllıq ürəkdən çıxır, yavaş-yavaş azalır. Məsələn, özünüzü belə hesaba çəkin, bağışlayın, baş ağrı verirəm. Özünüzü belə hesaba çəkin, deyim, birdən sən Küfədə yaşasaydın İmam Hüseynin dövründə.
Küfədə yaşayırsan, İmam Hüseyin dövrü. Tarixdən danışmağa nə var? Lənət yağdırırıq. Mən filan kəs yaşayıram Küfədə, dövr İmam Hüseynin dövrüdür. Deyirlər 1 milyon veririk sənə, 1 milyon. Gedirsən vuruşma. Deyən sadəcə orada say artıq göstər cəmaat. İmam Hüseyinlə vuruşma sonda olar. Yezdin qoşununda deyən sadəcə görsən. Fikirləş gör, neyinəyərsən? Problemlərə də bax. Bax, problemlərim var, nə qədər işi yoluna qoyarsın. Neynədim ki, dayandım da orada, mən heç ox atmadım. Gör, bunu deyər nəfsin ya yox. Bəlkə də nəfsin belə deyər, özün özünə belə cavab verərsin ki, onu deyən adamın başına vurardım, deyərdim ki, rədd ol, get buradan. Bəlkə də belə cavab verdin. Bu cavabın özünü də özündən eşitmək yaxşı şeydir. Nuraniyyətin artar, paklığın artar, təmizliyin artar. Bu hesab kitabı gəlin sabahdan eləyək. Əziz qardaşlarım və İmam Hüseyin məclisinə gələn xanımlar, əzizlər, qardaşlarım, eybdən təmizlənməyin ikinci yol olsaydı deyərdim mən. Alternativi yoxdur valla. Alternativ yol yoxdur. Bir yolu var. Bir yol qalanları bunun ətrafındadır. Eybdən təmizlənmə belə olur. Quranı oxu tərcümə ilə, bax gör, ayələrə uyğun gəlirsən, orada deyir, məsələn, kafirlər belədir, möminlər belədir. Gör, bu kafirdə olan səndə var, ya mömində olan. Özü Quranla bir ölç. Görürsən ki, onu da baxırsan, görürsən, Quranın dediyi mömin mən deyiləm. Bəs mən kiməm? Bəs mən nə iddiadayam? Oxuyanda başa düşəsən nə deyir? Yaxud da ayələri oxuyanda deyirəm, mənə deyir Allah bunu. Deyir, filan işi gör. Filan işi. Quranı elə oxuyarlar, Oxuya-oxuya baxmazlar nə qədər qal. Quran oxuyarlar ki, mənə deyir bunu. Nə vaxt özün qulaq asaq, namaz qılmayaq. Qulaq asaq, ibadət edir. Kimə ələ salmışıq? Nədir bu? Qulaq asaq, eşitdiyimiz sözlərə əməl eləməyək. Nə vaxta qədər? İnsan özü özünü özündən gizlədir və aşkar eləməyin bir yolu var ki, özünü hesaba çəkəsən. Aşkar eləməsən, bütün eyblərin başıva oyun açmasa səndən əl çəkməyəcək. Gizlədib içində saxladınsa iylənəcək, içini xarab eləyəcək, aqibəti pis eləyəcək, kafir kimi öləcəksən, əzabın çox olacaq. Gizlətməyək özümüzdən. Yaxşı hissəmizdə gizli olur, onu da aşkar eləmək lazımdır. Pis hissəmizdə gizli olur, onu da aşkar eləmək lazımdır. Görmüşsünüz həyatınızda, mən görmüşəm. Zahiri günahkar adam birdən yaxşılığı fantan eləyir, çıxır, dəyişir. Zahirən şərab içən, günah eləyən, deyirdin, ay Allah, bu da namaz qılarmış. Görürsən, birdən-birə yaxşılıq varmış səndəmə, özü də bilmirmiş. O birdən qaynayır, çıxır üzə. Bəzən bilirsiniz, onun hansısa hadisənin zərbəsindən olur. Hadisə baş verir, çalxalanır ruhu, çalxalanıb yaxşılığı atır üzə, dəyişir bu adam. Tamam dəyişir. Hadisə gözləməyin, gəlin hər axşam özümüzə zərbə vuraq ki, çalxalansın ruhumuz, görək nə çıxardır üzə. Görək nə çıxardır üzə. Yaxşılıqları da tanımaq lazımdır. Özümüzdən gizli yaxşılıqlarımız da var. Hey deməyək ki, mən ancaq pis adamam. Elə də deməyək. Yaxşılığı tap, qürurlanmadan Allah verib, çox şükür, məndə bu yaxşılıq da var. Bunu da tapmaq lazımdır. Başqalarından gizli adam özü aşkar olsun. Şeytan belə bir iş görür. Qoyun şeytanın priyomlarından birini sizə deyim. Şeytan belə bir iş görür. Sənə deyir ki, sən adam olan dörsən ki, sən adamsan, səndən nə çıxacaq? Oturmuşsan namaz, təqibat oxuyursan, güya sən arif olacaqsan, məsələn. Güya sən filankəs olacaqsan, məsələn. Onun ağzından vur. Ağzından vur. Denən, məndə bu müsbət xüsusiyyətlər var, niyə yoxdur ki? Allahın verdiyi neymətlərdir. Özünü hesaba çəksən, şeytanın vəsvəsəsini tanıyacaqsan. Biləcəksən ki, yalan deyir sənə. Özünü hesaba çəkməsən, şeytana inanacaqsan. Görürsünüz, nə mühüm söz dedim mən? Biləcəksən ki, qəlbivə gələn söz, hər gün özünlə danışan adam biləcək ki, bu mənim sözümdür, yoxsa şeytanın sözü. Biz gözümüzlə danışmırıq, hərdən şeytanın sözünü elə bilir ki, ağlıma belə gəldi, ağlıma gəlməyib, qulağıma pıçıldayıb sənin. Sən öz fikrin kimi qəbul eləmirsən. Allah dostları o saat bilir ki, bu vəsvəsədir ya özünün sözüdür. Çünki özü ilə məşğuldur.
Şeytan Allahdan icazə alıb ki, mənə icazə ver, mən onlarla elə sinələrində vəsvəsə eləyim ki, bilməsinlər mən deyirəm, elə bilsinlər öz fikirləridir. Özünü hesaba çəkən bilir. Problem budur ki, biz heç əvvəldən bəzən bilmirik, bunu şeytan dedi, yoxsa özümüz. Ona görə qeyb rahat günah eləyirik. Şeytan yaxşılıqlar, içimizdə olan o xəzinəni bizdən gizlətmək istəyir ki, bizi özümüzə qara göstərsin. Axtaraq içimizi tapaq. İmam Hüseyin əleyhissalam bu arada nə iş görür? İmam Hüseyin əleyhissalam gəlir, yaxşılıqlarımızı üzə çıxardır. Günahkar gəlir İmam Hüseynin məclisinə, mənim kimisi. Görürsən, başlayır ürəyi yanmağa, başlayır gözündən yaş çıxmağa. Onda deyən, sən demə, mən o qədər də pis deyilənmiş. Məni Hüseyin yandıra bilir. İmam Hüseyin gəlir, qəlbimizə girir, nə gözəlliyi var, dartır, çıxardır, özümüzə göstərir. İmam Hüseynin bu xidməti də var bizə. Gəlir məhərrəmdə çalxalayır, biz içimizdə olan bir dənə də gözəlliyi varsa vurur üzümüzə çıxır. Deyir ki, mənim əzizim o qədər də məyus olma özündən. İmam Hüseyin bu işi görür bizim üçün.